tamaşaçılarımız, hörmətli valideynlərimiz, biz bu günlərin Sağbaş Təhsil komandası olaraq Azərbaycanımızın çox gözəl bölgəsi olan Quva rayonunda gördüyünüz kimi biz Dağdoba kəndindəyik və Dağdoba kəndində çoxlu sayda şagirdlərdən, tələbələrdən, müəllimlərdən sorğular apardıq. Gördüyünüz kimi biz Daşdəmirov Almas müəllim haqqında çox gözəl şəkildə məqalə hazırlamışıq. Həm sosial şəbəkələrdə vermişik, həm televiziyada xəbərlərdə vermişik. Bir daha sizi təbrik edirəm. Allah da uzun ömrünüzdən sağlıq versin. O gün olsun ki, biz sizin 80 yaşınızda, 90 yaşınızda. Mən də hər ikinizi təbrik edirəm. Ayağım. Mən hər vaxtını fəxr edirəm ailəmlə, evladlarımla, ziyalı ailesi. Biz bilirik, sizin atanız da rəsm müəllimi, belə mi? Mən atam, qardaşlarım, özüm kitabxanada işləmişəm. Qardaş oğlum da Vyetnamda işləyir. Çox gözəl. Təqaüdə çıxmışam. Almas müəllimi haqqında nə deyə bilərsən? Necə atadır, necə babadır, necə ailə başçıdır, necə həyat yoldaşıdır? Almas müəllimə həqiqətən də neçə illərdir biz ailə qurmuşuq, biz bir-birimizdən inciməmişik. Böyük, həmişə onun hörmətini saxlamışam. Evladlarım da ailə canlıdır, atalarına qarşı, analarına qarşı. Həqiqətən də onları köçürtmüşəm, oğul evləndirmişəm. Çox gözəl. Fəxr edirəm onlarla. Biz də sizinlə fəxr edirik, yəni. Sizin haqqınızda siz yox Oğullar ediyoruz. müəllimə işləyirlər, qızlar da müəllimə işləyir, oğul da müəllim işləyir. Özüm də təqaüdə çıxmışam, əl-ələ verib bir yerdə bundan sonra bizdə nə lazımdır? Can sağlığı. Siz keçən dəfə olmayanda Almas müəllimi soruşduq ailə həyatı ilə bağlı. Sizin haqqında gözəl sözlər danışdı. Sizin haqqında bildirdik ki, siz gözəl həyat yoldaşsınız, siz ona həmişə yanında olmuşsunuz və ona görə də hər ikinizə ən əsası can sağlığı arzu edirəm. Çox sağ olun. Mən son kəlmədə can sağlığı arzu edirəm. Çox sağ əziyyət çəkmisiniz, həqiqətən də fəxr edirik sizlərlə. Allah sizlərə də can sağlığı, işlərinizdə müvəffəqiyyət. Və indi gəlin çəkilişimizdə mən sizi də verəcəm. Sizin şəxsən olaraq həm sosial şəbəkələrdə verəcəyim, həm müxtəlif yerlərdə o biz sizi tarixə salaq. Sizlərin nəvələriniz, nəticələr baxında sizdən fəxr edəsəm. Təbrik edirəm Ayanam. Və bu günəm 2025-ci il 23 may tarixidir. Biz bu kadrları 10 ildən sonra, 20 ildən sonra baxanda müəllimin nəvələri, nəticələri fəxr edəsinlər. Bir də söz deyirəm. İcazə versəydiniz, mən də Çağdaş Təhsil Mərkəzindən, ailəmiz adından, təqaüdə olan müəllimlər adından minnətdarlığımı bildirirəm. Təşəkkürlər. Çox gözəl təşəbbüsdür, irəli sürmüşsünüz. Təqaüdə çıxan müəllimləri bir daha cəmiyyətə tanıtdırırsınız. Buna görə sizin mərkəzə, rəhbərliyinizə, şəxsən sizləri bugün gəlib, uzaq yolu gəlib, bizimlə görüşürsünüz. Buna görə minnətdarlığımı bildirirəm, təşəkkür edirəm. Sizə həyatda uzun ömür, can sağlığı. Təşəkkür edirəm. Minnətdaram, sizə uzun ömür sağ olun. Sağ olun, minnətdaram.